Salam dəyərli izləyicilərim. Mən Rəysad Əşən Usta yenə sizinləyəm. Bu günləri mən Qaç markalı avtomobilin çəkilişini eləyib sizə göstərmək istəyirəm ki, maşın ümumiyyətlə təzə maşındır, 0 kilometrdir demək olar ki, belə deyək, maşının qüsuru kapotundadır. Maşın beskraska maşındır dəyərli izləyicilər, amma müştəri yanımıza gəlib və xahiş elədi ki, bu cızıqların hamısını itirilsin, cızıqlar itirilsin, heç bir şey qalmasın. Maksimal dərəcədə bacardığımız qədər belə deyək, heç nə saxlamamalıyıq. Ona görə də maşın sahibi mənə müraciət elədi və mən də bu işi boynuma götürmüşəm. İnşallah bunu ətraflı olaraq sizə göstərəcəm ki, nə işlər görüləcək, hansı qaydada işlənəcək. Deməli, vəziyyət burada necədir? Görürsünüzsə, bunu dəfələrlə polirovka eləyiblər, götürə bilmirlər. Düzdür, laka gedib çıxmayıblar, bazaya gedib çıxmayıblar, amma nə qədər də olmasa bu cızıqlar qalır və belə bir cızıqlardır, görürsünüzsə, belə bir cızıqlardır, hamısı qalır. Kapotun üstündə də var. Saat hal-hazırda bu hissədə də var, amma düzdür, bazaya çıxmayıb, sadəcə olaraq lakda iz var. Bu hissələrdə batıqlar olub. Avtomobil sahibi bunu çıxartdırıb, bu batıqları tam maksimal dərəcədə çıxardıblar. Kimsə işləyibsə, sağ olsun, yaxşı işləyib və mənim də boynuma düşən, bu belənsinə bir cızıqları itirməkdir. Ağ cızıqlar, bunlar adətən ümumiyyətlə quru olan vaxtı, indi şkurkalamışam, amma quru olan vaxtı daha çox qalır. Çünki nəyə görə? Gözə tez çarpır, elə bil ki, belə ruçka ilə, elə bil ki, ağ ruçka ilə, ağ pasta ilə bunları belə xəttləyiblər. Belə bir şəkildə qalır. İnşallah mən bunların hamısını etap-etap görürsünüzsə, burada ağ qalıb. Bunları mən də şkurkalamışam deyə, ona görə maksimal dərəcədə, bacardığım qədər işləyəcəm buna və bunu ətraflı olaraq sizə göstərəcəm ki, burada vəziyyət necədir, nətərdir. Maşın belə bir şəkildədir. Kraskanı çıxartdırandan sonra haraları keçdiyəcəm, ətraflı olaraq yenə sizə bunları çəkib göstərəcəm. Dəyərli izləyicilər, hal-hazırda mən belə deyək, doldurmuşam. Usta sizə göstərəcəm. Öz rəngində doldurmuşam. Belə deyək, bazar vurmuşam. Xırda cızıqlar olduğuna görə mən sizə demişdim. Onlar aparmaq lazımdır. Və burada da belə deyək, balaca bir xırda bir privizatorla bu hissəni mən kraskalamışam. Kusok belə balaca bir perixod atmışam bura və lakını da belə vurmuşam. Bunu da şkurka polirovka edib təmizləyəcəm. Bunları mən sizə axırda çəkib göstərəcəm ki, bunların vəziyyəti nə yerdədir və necə oldu. Mən başlamışam şkurkalamağa, çünki belə deyək, görürsünüzsə, burada istadandan sonra heç nə qalmır. Ona görə də göstərdim sizə. Tam işimi qutarandan sonra ətraflı olaraq bir də bunu çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, mən toçkaları təmizləmişəm və belə deyək, polirovka eləmişəm. Bu saat hal-hazırda, burada mən belə deyək, 1 metrdən çəkirəm mən. Məsafə 1 metrdir. 1 metrdən mən sizə göstərmək istəyirəm ki, heç nə yoxdur. Amma yaxına gələndə zərrə qədər, nə qədər də olmasa, belə deyək, xırda 1-2 yerdə qaldı. Çünki onlar böyük olduğuna görə onları maksimal dərəcədə doldurub itirdim. Çünki maşının rəngi açıq rəngdir. Əgərsə tünd rəngi olsaydı, bundan da tünd rəngi olsaydı daha yaxşı olardı, daha keyfiyyətli olardı. Amma nə qədər də olmasa, belə deyək, maşının bu cızıqlar ki var idi, bunları mən hamısını bərpa elədim. Görürsünüzsə,
cızıq yoxdur, amma indi sizə bir şey göstərəcəm ki, müəyyən qədər, zərrə qədər bəzi yerlərdə misal üçün cızıqlar qalıb. Dediyim kimi, yəni 1 metrdən çəkirəm, 1 metrdən heç nə görünmür, uzaq məsafədən vəbşə ümumiyyətlə heç nə görünmür, amma yaxından diqqətlə baxanda, yəni bilinəcək ki, yəni burada nəsə olub. Mən bunu dəfələrlə demişəm, belə deyək, Honda CR-V, yəni kraskalamışam qara rəngdə, orada heç nə bilinməyib və bəzi maşınlar ki var, məsəl üçün axırıncı dəfə Nissan Juke kraskalamışam, yəni qapısını cızmışdılar, mən onu arxa qapısını, sol arxa qapısını işləmişəm, yəni belə deyək, orada heç nə görünməyib, amma diqqətlə baxanda bir yaxından, belə deyək, bir 30-40 santıdan baxanda diqqətlə görünür ki, yəni orada nəsə bir yüngül bir cızıq var. Bu da belə deyək ki, rəngin belə deyək, tünd, açıq olmasına və örtümün belə deyək, düzgün oturmasına səbəb gətirir, çıxardır. Mən indi buradan sizə göstərəcəm ki, bu saat hal-hazırda bu hissədən sizə göstərmişdim ki, heç nə yoxdur. Yəni bu saat hal-hazırda heç nə yoxdur, amma bayaqları mən sizə göstərdim ki, cızıqlar var, ağ cızıqlar var. Bunları mən də ətraflı olaraq indi göstərəcəm sizə ki, harda nə qalıb və neçə santadan dəqiq görünür ki, burada nəsə iş görülüb. Görürsünüzsə, burada belə deyək, diqqətlə baxanda, yəni mən bu saat telefonu belə deyək, bir 10 santıya yaxınlaşdırmışam, amma belə deyək, 50 santı və 1 metrdən heç nə görünmür. Ümumiyyətlə, bu işlər biraz riskli məsələlərdir. Çünki məndən qabaq, yəni buranı Beskraska işləyiblər və Beskraska ustası da nə qədər də olmasa polirovka edib, istər-istəməz şkurka polirovka olunanda başlayır lak, belə deyək, azalmağa. Zavaskoylarda da lak həmişə az olur, nə qədər də olmasa az olur. Çünki sonradan vurulan laklarla o birisi laklar yəni eyni olmur, belə deyim. Belə dəyərli izləyicilər, görürsünüz hal-hazırda yəni 1-2 yerdə yəni cüzi var, amma demək olar ki, o birisilərin hamısı itdi. Yəni burada çapıqlar ki var idi, onlar müəyyən qədər itdi. Bəzi yerlərdə cüzi qalıb, bu hissədə cüzi qalıb, amma dediyim kimi, yəni 1 metrdən ümumiyyətlə heç nə görmək olmur. Mən bunu ideal vəziyyətdə itirə bilmirəm, dəyərli izləyicilər. Yalnız və yalnız qara maşınlarda və akril rənglərdə keçərlidir. Çünki nəyə görə? Onların rəngi uyğun olduğuna görə, yəni zərri olmadığına görə bunları, yəni bu işi görmək mümkündür. Və qara zərrilərdə də bu iş keçərlidir, çünki onlarda da itirmək olur. Belə dəyərli izləyicilər, maksimal dərəcədə itirmişəm, yəni avtomobil sahibindən də, yəni belə bu məsələni yəni müzakirə edib, belə deyək, bunu maksimal dərəcədə bacardığımız qədər yəni təmizləməyi və belə deyək, burada avtomobil sahibi ilə yəni danışdığımız kimi mən bunu maksimal dərəcədə 50-60, hərdən ola bilər ki 70% itirə bilirəm. Yəni %30%, 40% mən bunu itirə bilmirəm. Adətən göstərirlər ki, cızığı götürür, yəni usta vurdu. Mən bunu bu saat belə bir vəziyyətdə, yəni elə bir yerdən göstərə bilərəm ki, vəbşə bunlar ümumiyyətlə heç bir şey görünməz. Toçka vuraram, ümumiyyətlə vəbşə heç nə görünməz. Şpakerini də çəkərəm. Yəni bunlar belə deyək, yəni keçərli bir şey deyil. Çünki indi mən sizə göstərəcəm nəyə görə? Çünki müəyyən yerlərdə cızıqlar olub, mən onları şkurka polirovka etmədim ki, çünki lakın açılma ehtimalı belə deyək 90%-dir. Ona görə də mən çox şkurka polirovka etmədim. Bu saat indi mən sizə göstərəcəm ki, şpakerlə çəkəndən sonra nələr qalır, nələr qalmır. Bunu ətraflı olaraq göstərəcəm sizə. Bu saat buradan sizə göstərəcəm mən, dəyərli izləyicilər. Deməli, bu saat bir dəqiqə. İşıq yeri görürsünüzsə, işıq düşən yeri. Yəni işıq düşən yeri onlar heç vaxt göstərmirlər. Həmişə belə yerləri həmişə göstərirlər. Yəni işıq düşməyən yeri göstərirlər deyə. Ona görə də orada siz heç nə tuta bilmirsiniz. Yəni bəzi səhifələrdə görmüşəm,
kislə çəkir, sonra şpakerlə çəkir belə. Bu yəni ki, düzgün deyil, onu eləmək mümkün deyil. Nə qədər də olmasa orada mən sizə göstərdiyim kimi, yəni orada nəsə qalır. Və maşının damında da belə deyək, bəzi şeyləri yəni itirmişəm. Az bir miqdarda bu hissədə qaldı. Bunu da belə deyək, dediyim kimi, yəni bu hissələri yəni itirdim. Bu hissələrdə demək olar ki, %70% itdi, amma bu hissələrdə yəni qalıb. Bunu da mən batıqlar olduğuna görə, həm də müəyyən belə deyək, kraskanın qopmaq, yəni yerləri, qopan yerləri və məndən qabağı da yəni polirovka edib o rəngi, o hissəni açıblar. Rəng də ki, gördüyünüz kimi açıq rəngdir. Ona görə də maksimal dərəcədə bacardığım qədər yəni bunu bərpa eləmişəm ki, heç nə görünməsin. Belə dəyərli izləyicilər, inşallah yəqin ki yaxşı olub, bilmirəm. Nə qədər burada bu saat hal-hazırda mən 1 metr 20 santim məsafədən yəni çəkirəm ortanı. Belə dəyərli izləyicilər, təşəkkür edirəm mənə izlədiyinizə görə. Like qoymağı və abunə olmağı unutmayın dəyərli izləyicilər.